Bəzən bir otağa hakim olan səssizlik əslində içində nəhəng bir dünyanın səsini gizlədir. Bu Tahirin dünyasıdır. O otağa daxil olur, sakitcə öz yerini tutur və barmaqları həndpanın üzərində sehirli bir rəqsə başlayır. Onun üçün bu sadəcə musiqi deyil, özünü ifadə etməyin, qəlbindəki hissləri dünyaya çatdırmağın ən gözəl yoludur. Tahir autizm spektr pozuntusu ilə yaşayır. Amma onun dünyası məhdudiyyətlərdən deyil, rənglərdən, səslərdən və ritmlərdən ibarətdir. O təkcə notlarla deyil, fırçanın rəngləri ilə də danışır. Rəsm çəkir, gildən müxtəlif fiqurlar yaradır, hər bir əl işi onun daxili aləminin işıqlı bir parçasını bizə göstərir. Övladım 26 yaşında Pənah Tahir, autizm sindromlu bir xüsusi uşaqdır. Autizm sindromu haqqında ilk öyrəndikdə, ümumiyyətlə o dövrdə hələ ciddi bilgi yox idi. İnternetin də hələ zəif olan bir dövr idi. Amma yenə də mümkün qədər araşdırırdıq. Azərbaycanda hələ o qədər bilgilər yox idi, mərkəzlər yox idi bu ilə məşğul olan. İnternetlə araşdırmaqla ilk məşğələlərə başladım. Rəngləri öyrənməyə, hərfləri öyrənməyə, rəqəmləri öyrənməyə, say hesabı və s. Mənim özüm ixtisasım həkimdir. Amma incəsənəti, şəkil çəkməyi, gipslə əşyalar düzəltməyi, şamla düzəltməyi oğlumla bərabər öyrənməyə başladım. Günlər onun üçün sadəcə rəqəmlərdən ibarət deyil. Tahir təqvimə bir baxışla həftənin hansı günü olduğunu dəqiqliklə deyə bilir. Bu yaddaş və diqqət onun dünyaya nə qədər fərqli pəncərədən baxdığının sübutudur. Təqvimlə bağlı onun istedadını təsadüfən aşkarladıq. Bir gün elə aramızda oturub söhbət eləyirdik və öz-özümüzə dedik ki, görən filan tarix hansı günə düşür, bir də gördük bu dedi bunu. Və ondan sonra başladıq bunu yoxlamağa və gördük ki, doğrudan da bu heç bir təqvimdə heç bir tarixdən belə bir səhv eləmir. İlin, ayı və günü, hansı həftənin hansı günə düşdüyünü dərhal deyə bilir. Bizim ən çox təsir elədi, inklüziv təhsildə oldu. Yəni normal 153 nömrəli məktəbdə inklüziv təhsil idi bizdə. Ona görə də bəlkə də sosiallaşma o baxımdan daha yüngül, rahat oldu. İndi isə Tahirin bu fenomenal qabiliyyətini yoxlamaq üçün gəlin bir sınaq keçirək. 1996-cı il iyulun 26-sı neçənci günə düşür? Cümə. Bəs 1998-ci il fevralın 23-ü? Bazar ertəsi. 2002-ci il sentyabrın 15-ci neçənci günə düşür? Bazar gün. 1975-ci il martın 14-ü? Cümə. Onun hər günü bir ritm, hər an isə bənzərsiz bir melodiyadır. Amma bir həqiqət də var ki, o dünya böyük bir sevgi və rəngarəngliklə doludur. Tahir bizə göstərir ki, özünü ifadə etmək üçün təkcə sözlər kifayət deyil. Bəzən ürəyin səsini duymaq üçün musiqinin və sənətin gücü hər şeydən daha uca səslənir.